İnsanın əslində həyatın yükləriyle yüklənmiş hal. Çünki həm eksistensial məsələ var burada, həm psixoanalitik məsələ var. İnsan keçmişdən gələrək fərqində olmadan bəzi yükləri sırtlanaraq davam edir. Yəni belinə alır və onunla yeriyir. Bir müddətdən sonra o kaplumbağanın, tısbağanın zırhı misali onun belinə qoyulduğunun fərqində olmur. Şikayət eləyir. Yavaş getdiyindən, ağırlıq çəkdiyindən, ağrılarını. Amma o yükü atmaq ağlına gəlmir. Ne zaman ki belində olan o yükün, bir dəvəni üçün düşünün, dəvəni üçün düşünün. Mən artıq bu yükü daşımayacağım deyir ki, Vatanabe bunu eləyir, artıq işə getmir. Bir uzun müddətdir işə gedən, vaxtında işə gedən, bir dəqiqə gecikməyən bir adam bir anda işə gəlməməyə başlayır. Və hər kəs ona dair müxtəlif teoriyalar qoyur. Bir konser teşhisindən sonra, o sarsıntını yaşayandan sonra mən artıq dəvə deyiləm deyir. Aslanı necə bilirik? Aslan parçalayan, cəsur, qorxusuz, hər şeyə həmlə edən bir heyvan kimi tanıyırıq da. Və bu dəvə yükünü buraxdıqdan sonra insan aslan halına çevrilir. Aslan halında müxtəlif şeylərə cəsarət edir. Bu cəsarətin nəticəsində olmuş olduğu haldan çıxmış olur. Məsələn, Vatanabe çıxdı, gəzdi, əyləndi, bir qadınla münasibət yaşamaya çalışdı, danışdı, öyrənməyə çalışdı və filmin sonunda bir uşaq olaraq oldu Vatanabe. Yəni 50 yaşında uşaq idi o adam elə. Hələ təzəlikcən bir uşaq kimi, o tabula rasa deyirlər. Gəlin Kamil bəy. Tabula rasa dediyimiz, yəni yazılmamış, hələlik çizilməmiş, üstündə hər şeyə hazır haldaydı. Təzə-təzə öz qərarlarına sahib çıxırdı. Bəlkə də həyatında birinci dəfə özünü gerçəkləşdirəcəyi bir proyekt tapmışdı. Halbuki həyatı bu proyektlərlə doluydu. Elə bir yerdə işləyirdi ki, istəsəydi dəfələrlə özünü bu şəkildə yarada bilərdi. Yəni insanlar ona problem gətirirdi. O insanların problemlərini həll edib, onlarda məna tapıb özünü gerçəkləşdirə bilərdi. Amma bu qərarını, uşaq olmağını kanser diaqnozu sonrasına bırakmışdı. Yine varoluşçu temalardan bir digəri yalnızlıq temasıdır. Yalnızlıq temasını ən çox işləyən varoluşçu filosof Sartre'dır. Sartre'ın məşhur belə bir sözü var ki, yalnızam ama bir şəhərə yeriyən ordu kimiyəm. Sartre'ın bu sözü, yəni insanın yalnızlığına bu səviyyədə sahib çıxmağı, insanın yalnızlığı